Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, kıymetli kardeşler, hürmetli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz həmdü sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi ve selleme, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Bizler elhamdülillah namazın şərtlərindən biri olan niyyət haqqında öyrənməyə davam edirik. Keçən dərsimizdə biz namaz qılmaq üçün niyyət etmənin mütləq şərt olmasını öyrəndik. Niyyətin mənası nədir, onun faydaları nələrdir? Quranda və sünnədə nəinki namazda, bütün ibadətlərdə niyyətin əsas şərt olmağını öyrəndik. Allah rızası üçün bir əmələ, bir ibadəti yerinə yetirmək. Sonra niyyət haqqında onun yeri qəlbdir, onu dili ilə söyləmək bidət və zəlalətdir. Bunların haqqında Allah həmd olsun ki, bizlər belə niyyətin yeri, namazda niyyət nə zaman olur, hamısını Allah həmd olsun keçib öğrendik. Bugün ise kalbun niyyeti ve teğyiruha efna'us salati. Namaz esnasında, yani namazın içerisinde niyyeti değişmek hakkında öğrenecek. Elbette bu çok təfsilatlı bir meseledir. İcazeli halları var, icazeli olmayan halları var. Zərurət olarsa icazeli halları var. İnşallah bunları az öğrenəcəyik. Mövzumuza başlamamışdan qabaq istəyirəm bu haqda küçük bir fayda oxuyum. Namaz əsnasında alimlərin yektir rəyinə görə insanın niyyətini dəyişməsi icazəli deyildir, o namazı batil edir. İcazəli deyildir, olmaz, o namazı batil edir. Əgər niyyət dəyişmə bir fərzdən o biri fərzədirsə, bir fərzi qılarkən namaz içərisində o biri fərzə niyyət edirsə, həm qılmış olduğu fərz batildir, həm də o niyyəti etmiş olduğu fərz namaz sayılmır. Eləcə də fərz namazdan nafilə namaza niyyət eləmək. Fərz namazın içərisindəykən niyyəti dəyişib nafilə namaza keçmək, bu da nədir? İcazəli değildir. İnşallah bunları ətraflı şəkildə öyrənəcəyik. Həmçinin niyyət nafilə namaz idi. Namaz içərisində niyyəti dəyişib fərz namaza niyyət eləmək. Bunun da icazəli olmamasını inşallah birazdan öyrənəcəyik. Buyurur ki, müəllif, el-intiqalu min niyyetin ilə niyyetin fis-salati lehu suvarun müteaddidetun. Namazın içərisində bir niyyətdən o biri niyyətə keçib dəyişməyin çoxlu və müxtəlif şəkilləri vardır. Təxminən burada müəllif 12 dənə hal zikr edib. 12 dənə hal zikr edib. İnşallah bunları bir-bir oxuyacağıq. Birinci hal, min fardin ilə nəflin mutlaqin. Fərz namazından mütləq nafilə namaza niyyət edib, namazın içərisində niyyəti dəyişmək. Fərz namazı qılan əsnada insanın niyyətini dəyişib, nafilə namaza keçməsi la yecuzu, icazəli deyildir. Limən yusalliyə zuhra məsələn munfəridən. Thumma ra'a cemaatan qad hadaru en yaglibe fardahu neflen thumme yusalliye ma'ahum cemaatan. İnsan mesela gün orta namazın tek özü kılır.
tək özü günorta namazını qılarkən görür ki, bir xeyli cəmaat gəldi. Onun namazın içərisində fərz niyyəti ilə qılmış olduğu namazını nafiləyə keçirib, birazdandan fərzi o gələn cəmaatla birlikdə qılaram, icazəli deyildir, olmaz. İnsan günorta namazını tək özü qılır. Günorta namazını qılarkən görür ki, cəmaat gəldi, bir qrup insan gəldi. O namazın içərisində fərzi qılır axı. Niyyətini dəyişir, nafilə namaza keçirdir. Ki, namazı tamamlayayım, o gələn cəmaatla fərzi təzdən qılaram. Bu hal icazəli deyildir və olmaz. İkinci hal. Min fardin ilə fardin əxara. Bir fərzi qılarkən başqa bir fərzə niyyət etmək. Lə yecuzu. İcazəli deyil. Və yubtiləl fərdani. Hər iki fərz namaz da batil olur. Fəl-əvvəlu li'ənəhu qata'ahu. Birinci ona görə batil olur ki, ona görə ki, onu kəsib. Qılmış olduğu namazı niyyətini dəyişməklə kəsib. Bax, biz keçən dərsimizdə namaz içərisində niyyəti kəsməkdən danışırdıq. Bax, bunlar nəzərə tutulurdu. Namaz qılan əsnada insan namaz qılan əsnada niyyətin kəsir, dəyişir, keçirilir başqa bir namazın niyyətinə. Fərzdən fərzə. Niyyətini dəyişib kəsməsi onun namazını batil edir. وَالثَّانِ لِعَدَمِ النِّيَّةِ قَبْلَ الْبَدْءِ فِيهِ. İkinci fərz ona görə batil olur ki, o namaza başlayanda bu namaza niyyətindən başlamamışdı. Aydındır qardaşlarım? وَسُورَةُ هَذَا. Bunun şəkli أَنْ يَتَذَكَّرَ وَهُوَ يُصَلِّيَ الْعَصْرَ أَنَّهُ لَمْ يُصَلِّ الظُّهُرَ. İnsan asır namazını qılır. Asır namazını qılarkən yadına düşüb ki, o zöhrü qılmayıb. فَلَا يَجُوزُ أَنْ يَقْلِبَهَا ظُهْرًا. O namazının içərisində dəyişib namazını, qılmış olduğu asır namazını zöhr namazına keçirməsi icazəli deyildir. Həmin o asır namazı batil olur. Ona görə ki, niyyətin ortada kəsdi. Keçirtdi zöhr namazına. Zöhr namazı da sayılmır. Ona görə ki, namaza başlayanda zöhr niyyəti ilə başlamamışdı. Aydındır qardaşlarım, bu da ikinci hal. Üçüncü hal, min nəflin ilə fardin. Bir nafilə namazdan fərz namaza keçmək, fələ yecuzu kəzəlikə li'illəti səbiqə. Az əvvəl qeyd olunan səbəbə görə icazəli deyildir. Məsələn, insan başlayıb nafilə bir namaza. Nafilə namazı qılarkən içərisində fərzə niyyət edir. Həmin nafilə namaz artıq pozulur. Çünki niyyəti ortada kəsdi. O fərz namaz da sayılmır ona görə ki, o namaza başlayanda ona niyyət etməmişdir. Dördüncü hal, min nəflin muayyənin ilə nəflin mutlaqin. Müəyyən bir nafilə namazdan mutlaq bir nafilə namaza insanın niyyət edib dəyişməsi yecuzu, icazəlidir. Li'ənnən nəfləl muayyənə yətədammanu niyyətun nəflil mutlaq. Çünki müəyyən bir nafilə namaza niyyət etmək, mütləq şəkildə qılınan nafilə namaza niyyət etmək içərisində alır. Məsələn, ən yənvi salatu ərbəati rəkaati sünnətu zuhri. İnsan günorta namazının 4 rükət sünnətini qılmağa niyyət edir. Thumma yara cemaatan. Sonra gəlir, görür ki, cemaat var. Fəyəqlibuha rək'ateyni liidrakil cema'a. Onu 2 rükətə çevirir ki, cemaata çatsın. Ki, cemaata çatsın. Müəyyən nafilə namazlar, yəni qəsdli qılınan nafilə namazlar. Təhiyyətul məscid, istixarə, duha, bunlar müəyyən nafilə, mütləq nafilə namazlar isə insanın məsələn özünün namaz qılması. Məsələn, insan
təhiyyətül məscid namazın qılanda birdən namazda ağılına gəlsə ki, günorta namazın zöhrünə elə niyyət edib, azandan sonradır. Dəyişə bilər. Əgər günorta namazının azanından sonra o təhiyyətül məscid qılırsa, yadına düşürsə ki, mən olsa günorta namazını sünnətin qılsaydım, təhiyyətül məscid də onun içərisində olacaq idi. Və dəyişib keçirdə bilər. Aydındır. 5-ci hal. Min nəflin muayyənin ilə nəf'in muayyən. Müəyyən bir nafilə namazdan başqa bir müəyyən nafilə namaza keçmək icazəli deyildir. Məsələn, bir insan təhiyyətül məscidə niyyət edib. Sonra onu namaz içərisində keçirir, 2 rükət sünnət, sübh namazının sünnətinə. İcazəli deyildir. Birincisi batil olur kəssiyinə görə, ikincisi isə əvvəldən ona niyyət etmədiyinə görə. Əvvəldən ona niyyət etmədiyinə görə. Qardaşlarım, demək müəyyən bir nafilə namazı, mutlaq bir nafilə namazı dəyişmək olar. Amma 2 müəyyən sünnət namazı niyyətin dəyişə bilmərsən. Məsələn, təhiyyətül məscid müəyyən namazdır. Təhiyyətül məscidi qılarkən sübh namazının sünnətinə insanın niyyət edib, namaz içərisində dəyişməsi icazəli deyildir. Çünki birincisi batil olur, hal-hazırda qılmış olduğu namaz niyyəti kəssinə görə batil olur. İkincisi batil olur ona görə ki, əvvəldən ona niyyət etməmişdir. 6-cı hal. Min nəflin mutlaqin ilə nəflin muayyənin la yəsihhu limə səbaq. Mütləq nafilə namazda müəyyən nafilə namaza niyyət etmək də bu da nədir? İcazəli deyildir. 7-ci hal. Min niyyətin imamin ilə mə'mumin. İmamlıq niyyətindən imama tabi olmaq niyyətinə keçmək icazəlidir. İmam kimi namaza başlayırsan, sonra niyyətini dəyişirsən ki, imama tabi olmaq, mə'mum icazəlidir. Möminlərin arası Ayşə radiyallahu anhədən rəvayət olan məşhur hadisə. Əbu Bakır radiyallahu anhu bir dəfə insanlara namaz qıldırır. Namaz içərisində hiss edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidə daxil olur. Onun Əbu Bakır cəmaata namaz qıldırır. Namazda imam ikən xatırlayır, hiss edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidə daxil oldu və onu eşidir. Zəhəbə yətəəxxar. Və arxaya keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, qayıd məkanına. Və Allah Resulü sallallahu aleyhi və səlləm gəlir və Əbu Bakrın solunda oturur. Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara demək oturaq halda namaz qıldırırdı və Əbu Bakır ayaq üstə namaz qılırdı. Yaqtadi Əbu Bakrin bi salatin Nəbiyyi sallallahu aleyhi və səlləm. Əbu Bakır Peyğəmbər sallallahu aleyhi və səlləmin namazına iqtida edirdi və yaqtadi nəsu bi salati Əbi Bakr. İnsanlar isə Əbu Bakrın namazına iqtida edib tabi olurdu. Yəni qardaşlarım, burada Əbu Bakrın niyyətini dəyişib imamlıqdan mə'mum, imama tabi olmağa keçməsi onun namazın batilimi icazəlidir. Peyğəmbər s.ə.v dedi ki, qayıt yerinə və namazı qıldırmağa davam et. Sonra bir imama tabi olmaqdan başqa bir imama tabi olma halına keçmək. Bu da icazəlidir. Az əvvəl oxuduğumuz rəvayətdə. Belə ki, insanlar Əbu Bakr'a tabi olmuşlar namazın içərisində, sonra Peyğəmbər s.ə.və tabi oldular. Aydındır. Yəni namaz qılırsan, bir imama tabi olmuşsan, sonra başqa bir imam gəlirsə, artıq yenidən ona tabi olmağın icazəlidir və sən namazını batil etmir. Həmçinin Ömər radiyallahu anhunun şəhid olma hadisəsi. Ömər radiyallahu anhu o vaxt ki insanlara imam olub namaz qıldıranda Əbu Lu'lu Feyruz onu yaralayır və özü çəkilir arxaya və Abdurrahman ibn Avf'u çəkir qabağa. İnsanlar namaza başlayanda Ömərə tabi olmuşdular.
Sonra namazın içərisində Abdurrahman ibn Avf'a tabi oldular və namazlarını tamamladılar. 9-cu hal. Min mə'mumin ilə imamin. İmama tabi olmaq halından imam olmaq halına niyyət dəyişmək. Məsələn, başlayanda imama tabi olmuşdun. İndi isə imam olmağa niyyətin dəyişir, icazəlidir. Necə ki, məsələn, imam namaz qıldıranda birdən dəstəmazı pozular. Sən namaza başlayanda o imama tabi olmaq niyyəti ilə başlamışdın. İmamın əgər dəstəmazı pozularsa, arxaya çevirir və ona tabi olanlardan biri keçir qabağa. Az əvvəl namaza başlayanda imama tabi olmaq niyyəti ilə namaza başlayan şəxs indi isə insanlara imamlıq edir. Niyyəti dəyişir, nə olur? Mən cəmaata imamlıq edirəm. Dəlil də Ömər radiyallahu anh'ın məşhur hadisəsi. 10-cu hal. Min munfəridin ilə imamin. Tək halda namaz qılmaqdan imamlıq halına niyyət etmək icazəlidir. Belə ki, insan özü tək namaz qılır. Tək halda namaz qılmağa başlayır. Bu zaman bir nəfər gəlir onun yanına. Onun yanına gəlir və adam hiss edir ki, kimsə onun yanına gəldi, dayandı sağında. Və yaxud da 3 nəfər gəldi, 2 nəfər gəldi, dayandı onun arxasında. Bu zaman namaz içərisində niyyətin dəyişir, tək namaz qılmaqdan keçir nəyə? Onlara imamlıq olma halına. Onlara imamlıq olma halına və namazlarını da bu şəkildə tamamlayır. Abdullah ibn Abbas radiyallahu anhu deyir ki, bittu ində xaləti. Mən deyir, xalamın yanında gecələdim. Gecə onun yanında qaldım. Fəqamən nəbiyyü sallallahu aleyhi və səlləmə yusalliyə minəl-leyl. Peyğəmbər sallallahu aleyhi və səlləm qalxdı gecə namazı qılmağa. Fəqumtu usalli ma'ahu. Mən də qalxdım onunla bərabər namaz qılmağa. Fəqumtu an yəsərihi. Və deyir, mən dayandım onun solunda. Fəəxəzə bi rəsi fəəqaməni an yəminihi. O mənim başımdan tutdu və məni keçirdi sağına. وَلَا فَرْقَ فِي هَذَا بَيْنَ النَّفْلِ وَالْفَرْضِ عَلَى الصَّحِيحِ. Doğru olan görüşə görə istər nafilə namaz olsun, istərsə də fərz namaz olsun. Bunda heç bir fərq yoxdur. Demək, insan tək namaz qıldığı haldan ehtiyac olarsa imamlığa, cəmaata imamlıq eləmə halına keçə bilər. 11-ci hal. Min imamin ilə munfəridin. İmamlıqdan tək namaz qılmağa niyyətin dəyişməsi. Lə yəcuzu illə li'udhrin. İcazəli deyil, əgər üzr olarsa. Kəən yəhduthə lil-mə'mumi udhrin fəyətrukul imamu vəhdəhu. Belə ki, insan bir nəfərlə namaz qılır. 2 nəfər namaz qılırdı, sən də ona imamlıq edirdin. Sənin imamlıq elədiyin şəxsin birdən dəstəmazı pozuldu. Və yaxud da başqa bir hal baş verir, çıxdı, getdi. Aydındır. Fəhinə izin yəcuzu salatuhu sahihə. Bu zaman insan artıq imamlıq niyyəti dəyişir. Çünki heç kimə imamlıq eləmir axı. Namazı tək qılmağa niyyət edir və onun namazı səhihdir. Aydın oldu möhtərəm qardaşlar. 12-ci və sonuncu hal isə min mə'mumin ilə munfəridin. İmama tabi olmaq halından tək namaz qılmaq halına niyyətin dəyişməsi. Fəqilə, deyirlər ki, yəcuzu li'udhrin şər'iyyin. Şər'i üzr olarsa icazəlidir. Kətətfirul imamu fəvqəs sünnə. Əgər imam sünnədən artıq namazı çox uzadarsa, imama tabi olmusan, onun arxasında namaz qılırsan. Sən mə'mumsan. Elə bir hal baş verər ki, tək namaza keçərsən. Əgər şəri bir üzr olarsa, məsələn, bu da ixtilaflıdır, indi onu oxuya-oxuya gəlirik. İmam namazı çox uzadarsa və ya kəən yatruda aləl mə'mumi vəcəə və nəhvihi. Yaxud da imama tabi olanda nəsə bir ağrı, nəsə bir məşəqqət əmələ gələrsə, mimmə yəhtəcu ma'ahu iləl-infirati və-təxfifi vəl-insirafi.
Bu şey səbəb olar ki, o tək namaz qılmağa gətirib çıxarsın və yaxud da namazdan ayrılmağa, cəmaat namazından ayrılmağa gətirib çıxarsın. Və yastadillu ləhum bi qissətir rəculul ləzi sallə xalfə Muaz ibn Cəbəlin. Və bunu dəlil gətirirlər. Muaz ibn Cəbəlin, Allah ondan razı olsun, arxasında namaz qılan şəxsin hadisəsin. Bilirsiniz, Muaz radiyallahu anhu namazda qiraəti uzadır. Bu zaman bir nəfər kişi namazdan çıxır və özü namazını tək qılır. Və gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm bu halı danışır. Ya Rasulallah, Muaz namazı çox uzatdı, mən də namazdan ayrıldım və namazımı tək qıldım. Peyğəmbər sallallahu aleyhi və səlləm ona ged namazını yenidən qıl demir. Ona görə bəzi alimlər deyirlər ki, əgər imam namazı çox uzadarsa, yaxud da səndə nəsə bu ağrı, acı və s. oyadarsa, imama tabi olmaqdan çıxıb, özün keçib qıraqda namazı tək qıla bilərsən. Bu, bəzi alimlərin sözüdür. Və qilə deyirlər ki, bəlleysə ləhul infiradu. O, tək halda namaz qılmağa keçə bilməz. Və innəmə izə tara'a aleyhi şeyun fələhu ən yaqta'as salətə thümmə yusallihə vahdəhə. Yalnız onun başına bir şey gələrsə, aydındır, bu zaman namazdan çıxır, sonra namazını tək qılır. Başına bir hadisə və s. gələrsə. وأجابوا بأن الظاهر من حديث معاذ أن الرجل خرج من صلاته ثم صلاها وحدها. Və cavab verirlər ki, Muaz radiyallahu anhunun hədisində kişi namazdan çıxır, sonra onu özü tək qılır. فَانْحَرَفَ رَجُلٌ فَسَلَّمَ ثُمَّ صَلَّى وَحْدَهُ. Kişi namazdan çıxır, salam verir və sonra özü tək qılır. Qardaşlar, Allah bilir ən doğrusu hansıdır. Alimlər buyururlar ki, əlbəttə bu haqda böyük ixtilaf var. Birinci daha doğrudur. Yəni, fi'lur raculu la yadullu ala adami cavazil infiradi. Kişinin belə etməsi, Muazın qirayətinin çox olmağına görə, oxumağının çox olmağına görə etməsi o demək deyil ki, icazəlidir ki, insan özü tək namaz qılsın. Hər dəfə imamların birdən qirayəti çoxalarsa, onda mən çıxım ayrılım, özüm tək namaz qılım, bu icazəli deyildir. ثُمَّ إِنَّ الَّذِي يَظْهَرُ لِي أَنَّ الْإِمَامَةَ وَالْإِئْتِمَامِ الْجَمَاعَةِ وَصْفٌ زَائِدٌ عَلَى أَصْلِ الصَّلَاةِ فَلَا تَأْثِيرُ لِنُيَّتِهَا فِي صِحَّةِ الصَّلَاةِ. Yəni, o xüsusi bir hal idi. O kişi tab gətirib dayana bilmədi. Gücü çatmadı dayanmağa. Qozalığı səbəbilə, yaşlı olması səbəbilə gücü çatmadı dayanmağa. Və namazdan çıxdı, sonra tək qıldı. Amma insanın, məsələn, imam çox oxuyur, mən namazdan çıxıb, sonra özüm tək qılım, bu hal nədir? İcazəli deyildir. Bax, bu 12 hal, inşallah ki, icazəlidir, daha doğrusu təfsilatlı, icazəli halları da vardır, icazəli olmayan halları da vardır, insanın namaz içərisində niyyətin dəyişməsi. Demək, gəlin bunu bir də sürətlə təkrarlayaq. Birinci hal, insanın fərz namazın niyyətindən mütləq nafilə namaz niyyətinə keçməsi icazəli deyildir. İkinci hal, bir fərz namazı niyyətindən o biri fərz namazına keçmə niyyəti icazəli deyildir. Üçüncü hal, nafilədən fərzə keçmək icazəli deyildir. Dördüncü hal, müəyyən bir nafilə namazdan mütləq bir nafilə namazı keçmək icazəlidir. Beşinci hal, müəyyən bir nafilə namazdan başqa bir müəyyən nafilə namaza keçmək icazəli deyildir. Altıncı hal, mütləq bir nafilə namazdan müəyyən bir nafilə namaza niyyət edib dəyişmək icazəli deyildir. Yeddinci hal, imamlıq niyyətindən imama tabi olmaq niyyətinə keçmək icazəlidir. Səkkizinci hal, bir imama tabi olaraq başlayıb, sonra başqa bir imama tabi olaraq namazı tamamlamaq icazəlidir. Doqquzuncu hal,
imama tabi olmaq halından imamlığa niyyət etmək halına keçmək icazəlidir. 10-cu hal, tək namaz qılmaqdan imam olmaq halında namaz qılmağa niyyət etmək icazəlidir. 11-ci hal, imamlıqdan tək namaz qılmağa niyyət etmək icazəli deyildir, yalnız şəri bir üzür olarsa. İnsan 2 nəfər namaz qılırdı, yanındakı namazdan çıxdı, getdi. Artıq sən heç kimə imam olmalısan, namazı, baxmayaraq ki, imam kimi başlamışdın, lakin 3-cü rükətdə və ya 2-ci rükətdə o çıxıb getdi, keçirsən namazı tək tamamlamaq halına. 12-ci hal isə imama tabi olmaqdan tək namaz qılmaq niyyətinə keçmək icazəli deyildir, əgər çox ciddi bir üzür və səbəb olarsa. Allah Teala bizləri eşidib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Amin. Amin.